bəzən olub ki, kimsə gəlib deyib də, mən Quranın deyir avazını öyrənmək istəyirəm. Demişəm ki, mən də demişəm, Azər Rəşad da deyib ki, bu həvəslə olan şey deyil. İnsan həvəslə bir şey öyrənməz. Biz 10 neçə illərimizi qulağımızda naushniklə keçirmişik, öyrənmişik. Mən özüm də tələbələrə deyirəm, başlayır, görsən elə bilir ki, bəcid zildən oxumağa çalışır. Deyirsən, zildə ör. Cəfər Tabarın bu boyda ses diapazonu ilə oxuyur. Heç mi? Əl-qari antumə. Baxırsan ki, o sesi də yoxdur. Amma cəmaata o avranı vermək istəyir. Deyirsən, otur bir qari seç özbə. Əbdülbasit seçmir. Bəlkə sənin seçin Əbdülbasitli deyir, gedirsən o zildən çatmırdı. Ustadlardan gör hansı sənin ürəyivə yatır. Məhəmməd Siddiq Minşavi baxırsan ki, o da bu boyda sesi ilə necə ilahi qəlbləri dağıdır, parçalayır. Quran deyir ki, Quran onların yanında oxunduqda onların qəlbi bir növ ki, parçalanıb dağlar. Qarinin vəzifəsi məhz bunu yaratmaqdır. İndi sözüm də ondadır ki, bəzən deyirlər ki, oxumaq istəyirik, oxumaq istəyirik. İndi başa sala bilmirsən ki, indi mən bu neçə il ərzində yığdığımı 2 kəlmə ilə ona necə verim? Və başa salırsan ki, oxuya bir qarinin hansısa bir surəsini əzbərlə, onun avazı ilə oxumağa çalış, ondan sonra bir çalışarsan. Çox təəssüflər olsun ki, biz özümüz o ilk mərhələlərdə uşaqlar görmüşük ki, həqiqətən çox gözəl. Bax, indi mən bir oğlan var idi, bilmirəm hardan idi, Balaxanıdan idi, kim idi? Çox gözəl. Ustad Şahat Məhəmməd Ənvərin ilahi necə kopyalayırdı. Niyə bizimlə tanış olun? Yox, mən bəlkə bir 10 neçə il bundan öncəni deyirəm. O uşaq yol pulusu olmadığına görə dərslərə gələ bilmədi. Və heç kəsdə durub, sən bala götür ginən bu sənin yol pulun var, gəl dərsə də demədi. Heç bilmirik də, bəlkə o uşaq haradasa bir zapças işləri ilə məşğul olur, halbuki gözəl bir qari ola bilərdi. İndi ona görə deyirəm ki, biz dən Azərbaycanın ölkələrində belə, yəni işıq üzü görməmiş bəlkə bizim möhtəşəm o potensialı olan insanlarımız var. Təəssüflər olsun ki, yoxdur. Mən misal üçün keçən səfər Azər Rəşad göstərib mənə ki, telefonda ki, bax, oğlan mənim oxumağımı kopyalayıb. Baxırsan, nə qiraət bilir, nə oxuya bilir. Amma adam sevinir ki, görəndə ki, müasir gənclərin içərisində kimsə buna cəhd edir. Və biz, misal üçün, qardaş ölkədə, İranda olsun, Türkiyədə olsun, bunun geniş miqyasda aparıldığını görürük. Gənc kadrlar, uşaqlar... Türkiyədə artıq televiziya səviyyəsində müsabiqələr, Quran müsabiqələri keçirilir. Hətta bizdə, mən o başqa biraz da o tərəflərə keçəndə müsabiqələr görmüşəm. Əziz qardaşım, baxın, oturur 4 dənə münsif heyətidir. Deyir, sən götür Quranın filan ayələrindən oxuyacaqsan. Oxuyacaqsan Hicaz, misal üçün, Seygah və Çahargah muğamında və Quranın 7 qiraəti yoxdur, o qiraətlərdən, misal üçün, Vərş qiraəti ilə oxuyacaqsan. Müsabiqənin ağır şərtlərinə baxırsan. Potensial, heç bizdə mən şəxsən 7 qiraətin 7-sini də öyrənməmişəm. Vaxtım olmayıb sözün düzü öyrənim. Amma Əbdülbasit o 7 qiraətin 7-sini də bilir. Ona görə o qaridir, ona görə böyük bir mütəxəssis və dahidir. Məktəb müəllifidir. Mən həmişə demişəm ki, indi məndən soruşurlar, tez-tez. Misal üçün, Seyyid Mütəvəlli haqqında nə düşünürsünüz? Leysi haqqında nə düşünürsünüz? Mən deyirəm ki, onlar böyük qarilərdir, ancaq məktəb qoyan qarilər başqadır. Mustafa İsmail məktəb qoyub və onu təqlid edirlər. Əbdülbasit məktəb qoyub, davam elətdirib. Seyyid Məhəmməd Siddiq Minşavi məktəb qoyub və son axırıncı qari də Məhəmməd Şahat Ənvərdir ki, o məhz məktəb qoyub və müasir qarilər onu təqlid etməyə başlayır. İndi zaman gələr, bu 5-ci məktəbi, misal üçün, çıxaran olar 6-cı. Mən maraqla izləyərəm, məsələn, onu.